Quranda namaz sözü yoxdur iddiası sadəcə bəsit bir dil tələsidir. Quranda namazın qaydaları göstərilməyib deyərkən də insanları Qurana deyil, digər əlavə mənbələrə yönəldirlər və həmin əlavə mənbələri legitimləşdirməyə çalışırlar. İndi hər iki məsələyə aydınlıq gətirməyə çalışaq. Orijinal mətndə fars mənşəli namaz sözünün olmaması normaldır. Eynilə ərəbcə vudu əvəzinə farsca dəstəmaz işlətməyimiz kimi. Lakin bu ritualı ifadə edən salat qavramı mətndə onlarla dəfə təkrarlanır. Burada mühüm bir lingvistik nüansı qeyd etmək lazımdır. Salat sözü Quranda namazın bildiyimiz hərəkətli, fiziki ritual formasına daha çox yanında qiyam, ayaq üstə durmaq, ayağa qaldırmaq sözü və ya onun müxtəlif formaları, qumtum, aqima və s. işlədiləndə aid edilir. Məsələn, Maidə surəsinin 6-cı ayəsində Allah bizə dəstəmazı açıqlayanda da bu kökdən olan qumtum ifadəsini işlədir ki, bu da namaza durduğunuz zaman deməkdir. Əksinə, qiyam qavramı ilə birgə işlədilmədiyi hallarda salat sözünün mənası mətndə dəstək, kömək, ucaltmaq və salamlamaq mənasına gəlir. Əhzab 56. Burada Cümə surəsini xatırlaya bilərsiniz ki, bəs orada da bu söz işlədilmir. Bu başqa mövzudur, buna da aydınlıq gətiriləcək. Bu toplantı günü də adlanır. Cümə sözü toplantı deməkdir. Məhz hərəkətli ritual kontekstində çıxış edən həmin bu salatın, namazın müəyyən olunmuş vaxtları var. Nisa 103. Və ondan əvvəl dəstəmaz almaq mütləqdir. Nisa 43, Maidə 6. Hətta namazın vaxtlarını da adi gözlə, saat olmadan da təyin edə bilərsiniz. Səhər, axşam və gecə. Digərləri ola bilər ki, saatsız lap dəqiqliklə təyin edə bilməyəsiniz. Nəzərə alın ki, Peyğəmbərin zamanında saat yox idi. Deyə bilərsiniz, günəşlə təyin edirdilər. Ancaq yağışlı, buludlu havanı da unutmaq olmaz. Bu dəstəmaz yalnız cinsi əlaqə və ya tualet ehtiyacı ilə pozulur. Maidə 6. Əgər ortada real bir ritual olmasaydı, Maidə surəsinin 6-cı ayəsində dəstəmaz təsvir edilərkən namaza durduğunuz zaman qumtum deyilib, əllərin dirsəklərə, ayaqların topuqlara qədər yuyulması məsk çəkmək kimi də tərcümə edirlər, kimi spesifik anatomik sərhədlərə və təmizlik qaydalarına heç bir ehtiyac qalmazdı. Çünki hazırlığın spesifik reallığı hədəfdəki fiziki ritualın da mütləq varlığını sübut edir. Bu ibadət fərdin qapalı dünyası ilə məhdudlaşmır. Namaz mətndə tez-tez sədəqə verməklə yanaşı xatırlanır ki, bu da insanı sosial şuura və icma qarşısında məsuliyyətə çağırır. Bəqərə 43, 83, 110, Nisa 77, Həcc 78. Maun 1, 7. Namaz Allahı tərifləmək, onu zikr etmək üçün qılınır. Ənam 162, Taha 14. Belə zikir dua edənləri günahlardan və şərdən qoruyur. Ənkabut 45. Namaz ölənə qədər müntəzəm olaraq qılınmalıdır. Məryəm 31, Maric 23, 34. Ritual zamanı insan özünü xarici aləmlə təmasdan mümkün qədər təcrid edərək, Nisa 101, 103, İbrahimin tikdiyi müqəddəs məscidə, Kəbəyə tərəf yönəlməlidir. Bəqərə 125, 143, 150, Həcc 26. Qibləni müəyyən edərkən məscidə nisbətən yerini nəzərə almaq lazımdır. Bir də ki, yer kürəsi dairəvi, kürəvi olduğu üçün üzünü hansı tərəfə tutsan, qiblə elə ora ola bilər. Hətta yer kürəsində Kəbənin tam olaraq əks tərəfində yerləşən bir nöqtədə üzünü hansı tərəfə tutmalıydın ki, qiblə düz olsun. O nöqtədə də üzünü hansı tərəfə tutsan, qiblə elə həmin tərəfdə olacaq. Yəni, çox da xırdaçılığa varmaq lazım deyil. Normal namaz ən azı 2 rəkətdən ibarət olmalıdır. Çünki qorxu və ya təhlükə yaşayan ibadət edən şəxs yalnız 1 rəkət qıla bilir. Nisa 101, 103. Həm də namazı 2, 3 və ya 4 rəkət qılmaq heç nəyi dəyişmir. Çünki buna görə cəhənnəm əzabı verilmir. Səni cəhənnəmə sürükləməyəcək bir məsələyə niyə bu qədər önəm verilməlidir ki? Vaxtın var, lap 10 rəkət qıl. Ancaq kollektiv namaz zamanı icmaya uyğun qılmaq daha məsləhətdir. Çünki sıranı pozmamaq yaxşıdır. Səni cəhənnəmə aparmayacaq, insanlar tərəfindən qayda halına salınmış digər xırdaçılıqlar da var. Belə xırdaçılıqlar dini çox çətinləşdirir. Axı Allah dinimizi asanlaşdırıb. Bəqərə 185. Namazın fiziki hərəkətləri də mətndə aydın tənzimlənir. Namaza ayaq üstə, yəni qiyamda başlamaq lazımdır. Bəqərə 238, Ali İmran 39, Nisa 102.
Gəzərkən və ya miniyə minərkən namaz qılmağa icazə verilən hallar istisna olmaqla, insan bir yerdə sabit qalmalıdır. Bəqərə 239. Namaz zamanı ibadət edənlər rüku və səcdə edirlər. Nisa 102, Həcc 26, Sad 24, Fəth 29. Lakin təcili və təhlükəli hallarda bu fiziki hərəkətlər tələb olunmur. Bəqərə 239. Ümumən, Peyğəmbərin zamanında ibadət qaydaları artıq ətrafındakı hər kəsə, nəinki xristian və yahudilərə, hətta müşriklərə belə bəlli idi. Ənfal 35. Yoxsa müşriklərin ibadətlərindən söhbət getməzdi. Peyğəmbərin ətrafında olan xristianlar və yahudilər də fərqli şəkildə olsa belə bu ritualları yerinə yetirirdilər. Çünki ilk ritual qaydaları İbrahim Peyğəmbərə göstərilib. Bəqərə 128. Və günümüzə qədər gəlib çatıb. Gözlə görünən, minillər boyu təhrifə uğramayan bir məsələni niyə kitaba salsınlar ki? Təhrifə uğrayan yerlər isə Quranda düzəldilib. Görünür, müşriklər namazı qeyri-adi hərəkətlər edərək qılırdılar. Bu səbəbdən Bəqərə surəsinin 238-ci ayəsində Allah qarşısında müti durun deyilir. Necə ki, minillər boyu qul öz ağası qarşısında müti dayanıb, İnsanlar da Allahın qulları adlanır. Hicr 49. Mütilik demişkən, əgər Quran Yaponlara nazil olsaydı, onların müti duruşu digər millətlərin müti duruşundan fərqlənəcəkdi. Yəni, namazda əllərin, qolların açıq və ya bağlı olmasının fərqi yoxdur. Bu məsələdə ifrata varıb mübahisə etmək yersizdir. Bundan əlavə görünür namaza çirkli halda dururdular. Bu səbəbdən dəstəmaz qaydaları Maidə surəsinin 6-cı ayəsində dəqiqliklə göstərilib. Görünür namaza içkili vəziyyətdə duran da olub, nə dediyini anlamayıb. Bu səbəbdən Nisa surəsinin 43-cü ayəsində nə dediyinizi anlayana qədər deyilir. Burada kimsə bəs az miqdarda içib namaza durmaq olarmı deyə bilər. Əlbəttə ki, olmaz. Çünki Maidə surəsinin 90-cı ayəsində içkidən uzaq durmaq əmr edilir və onun şeytan əməli olduğu bildirilir. Nə dediyini anlamaq məsələsi isə təkcə sərxoşlara aid deyil. Bura namazı lap pıçıltı ilə qılanları da əlavə etmək olar. Bu səbəbdən İsra surəsinin 110-cu ayəsində namazınızı nə ən uca səslə, nə də pıçıltı ilə qılın deyilir. Çünki ağzının dediyini qulağın eşitməyəndə diqqətin yayına bilər. Əgər ağzının dediyini qulağın eşidirsə, o zaman yanından lap tank keçsə belə sənə fərq etməyəcək. Bunu özünüz də yoxlayıb əmin ola bilərsiniz. Namazda deyiləcək sözlər barədə soruşa bilərsiniz. Bunun üçün Quranda "Ey Rəbbimiz" sözləri ilə başlayan bəzi ayələrdən, dualardan istifadə edə bilərsiniz. Əsas Fatihə surəsidir. Çünki o, demək olar ki, bütöv Quranı əhatə edir. Odur ki, adının hansı dildə səslənməsindən asılı olmayaraq, namaz həm daxili arxitekturası, həm sosial funksiyası, həm də lingvistik və fiziki reallığı ilə Quran mətninin əsas sütunlarından biridir və Qurandan əlavə digər mənbələrə ehtiyac yoxdur.